Bunun hoqqanın hamısını çıxardan arvadlardır. Bunun hamısını eləyən qadın tor düzümüsü. Ben bak başa düşəmirəm ama kimə başıyım. Allah'ın da olsun başa düşəmirəm. Siz necə torlar qura gelirsiniz. Yalan danışa gedirsiniz. Ha yalan. Vallahi yalan danışır çoxa. Ha bunların çoxu yalan danışır. Heç kişilər yalan danışmır, eləmi? Ay kişi mi var Allah'ın? Qadını saxlayan kişi olar, qadını saxlayan, qadın eləyən xanım o Dedim mi? Aa, her şalvar giyinene ben kişi demirəm. Elə bilsən, sen de şalvar giyinirsən. Kişi olmadı. Mən də bunu istəyirdim deyəsiz də. Mən də bunu istəyirdim deyəsiz ki, hər əyninə şalvar geyinən də kişi deyil. Kişi deyil də, arvada hamısı qorxusundan arvadın da sirrini vermir. Arvad da tor qorur, tor düzəldir hər şeyə. Belə şey ola bilməz. Hər ailənin bir dəyəri var. Üzr istəyirəm, ona dəyər deyək də. Hər ailənin bir əxlaqı var. Bəli. Əxlaqın nəticəsi, bax görürsünüz, gətirib ölümlərə çıxardı. Tamam doğru. Tamam Biz doğru. də deyirik ki, söhbət burada qadın, kişidən getmir. Bir ailə dəyərindən gedir. Ailə dəyərləri gətirib cinayətlərə çıxardırsa və biz bu günləri artıq barmaq izlərindən danışırıq ki, bu barmaq izi orada var idi, amma burada yoxdur. Düzgün baxmadılar, adam gəlib bura. Əslində bu işləri artıq hüquq mühafizə orqanlarında eləməli idilər. İndi Xoşqədəm xanım o barmaq izlərini nətər sübut eləyəcək?